Salam dostlar, bugün sizi çox maraqlı və əyləncəli bir səyahətə aparacağım. Bizim virtual fermamıza xoş gəlmisiniz. Burada həm çox sevimli heyvanlarla tanış olacağıq, həm də onları ingilis dilində saymağı öyrənəcəyik. Gəlin başlayaq. Nə deyirsən? Bu sevimli ferma heyvanlarını birlikdə saymağa hazırsan? Əla, elə isə maceramız başlasın. Fermadakı ilk dayanacağımızda bizi kimlər gözləyir görəsən? Baxın, yumşaq yunlu qoyunlar və bir dənə də yaraşıqlı xoruz. Gəlin onları sayaq. Bu qoyunlar necə də şirindilər. Gəlin barmaqlarımızla sayaq. 1, 2, 3, 4. Tam 4 dənə qoyun. Bəs bunu ingiliscə necə deyərik? Gəlin öyrənək. Çox asandır, baxın. Azərbaycanca deyirik bunlar 4 qoyundur. İngiliscə tələffüzü belədir. These are 4 sheep. İndi isə gəlin məndən sonra hamımız təkrar edin. These are 4 sheep. Birlikdə deyək. These are 4 sheep. Afərin, əla alındı. Bəs bu yaraşıqlı kimdir? Bəli, bu bir xoruzdur və o təkdir. Yəni, cəmi bir dənə. Gəlin indi də bunu ingiliscə deməyi öyrənək. Yaxşı, yenə eyni qayda ilə. Azərbaycanca deyirik, bu bir xoruzdur. İngiliscə tələffuzu isə belədir. This is one rooster. Gəlin mənimlə birlikdə deyək. This is one rooster. İndi isə sürətli. This is one rooster. Super. Fermadakı gəzintimizə davam edirik. Görəsən indi qarşımıza hansı heyvanlar çıxacaq? Gəlin baxaq. Wow, bu qədər ördəyə bir baxın. Gəlin tez onları sayaq. 1, 2, 3, 4, 5 və 6. Bəli, tam 6 dənə ördək. İndi cədvələ baxırıq. Azərbaycanca deyirik ki, bunlar 6 ördəkdir. İngiliscə səslənməsi belədir. These are 6 ducks. İndi isə növbə səndədir. Məndən sonra təkrarla. These are 6 ducks. İndi hamısını birlikdə. These are 6 ducks. Əla işdi. Və burada 3 dənə necə də gözəl at var. Onlar çox qəşəng görünürlər, elə deyilmi? 3 at. Gəlin birlikdə bunu da öyrənək. Deməli, Azərbaycanca bunlar 3 atdır deyirik. İngiliscə tələffüzü belədir. These are 3 horses. Baxın, 3 sözü biraz fərqli səslənir. Gəlin yavaşca birlikdə deyək. These are 3 horses. Bir daha cəhd edək. These are 3 horses. Sən bunu bacarırsan. Və gəzintimizin sonuna yaxınlaşırıq. Baxın, 2 dənə də oynaq, sevimli keçi, onlar necə də şirindirlər. 2 dənə keçi. Və sonuncu cümləmizə gəldik. Azərbaycanca, bunlar 2 keçidir. İngiliscə tələffüz edirik. These are 2 goats. Gəlin mənimlə birlikdə son dəfə deyək. These are 2 goats. Birlikdə, these are 2 goats. Möhtəşəm. Bütün heyvanları saydığımıza görə hamınızı təbrik edirəm. Siz həqiqətən də əla iş gördünüz. İndi gəlin görək, öyrəndiklərimiz yadımızda qalıbmı? Kiçik bir təkrar vaxtıdır. Hazırsan, gəlin yoxlayaq. Birinci, 4 qoyun. İngiliscə necə deyirdik? Düzdür, these are 4 sheep. İndi isə bir xoruz. Bəli, this is one rooster. Yaxşı, bəs 6 ördək necə idi? Afərin, these are 6 ducks. Sonra 3 at. Super, these are 3 horses. Və axırıncısı 2 keçi. Əla, these are 2 goats. Möhtəşəmsən. Afərin, sən həqiqətən də bacardın. Bax, gördün, bugün nə qədər çox şey öyrəndin. Artıq heyvanları ingiliscə saymaq sənin üçün çox asandır. Səninlə fəxr edirəm. Bizim fermadakı bu əyləncəli səyahətimiz sona çatdı. Amma unutma, öyrənmək heç vaxt bitmir. İndi sənə bir sualım var. Ətrafında başqa nələri saymaq istəyərdin? Bəlkə kitablarını, bəlkə də sevimli oyuncaqlarını, get və yeni biliklərinlə ətrafı kəşf etməyə davam et. Növbəti macəralarda görüşənədək.